Mən özüm 1995-ci il təvəllüdüyəm. Xankəndini görməmişəm, düzdür. Sadəcə olaraq təsəvvür edirdim buranın necə bir olmağın, necə bir şəhər olmağın. Həqiqətən görmək istəyirdim. Allah ordumuzu qorusun. Ordumuzun sayəsində, cənab prezidentimizin sayəsində antiterror əməliyyatından sonra Xankəndi şəhərinə addım atdıq. İl yarım bundan qabaq Məşğulluq Agentliyinə müraciət elədim, avadanlıqlarla bağlı biznes qurmaq üçün. Sağ olsunlar, köməklik göstərdilər, adımı yazdılar. Sonra kursa başladım. 10 gün kursdan olduq. Bir ay müddətində də avadanlıqla təmin edirlər. Bizə məlumat verildi ki, Qarabağda biznes artırmaq üçün, biznes inkişaf qurmaq üçün getmək istəyirsinizsə, müraciət edin bizə və sizi göndərək orada işləyin. Bəli, bir müddət içində də gəldim bura. Məşğulluq yenə də sağ olsunlar, köməklik göstərdilər, avadanlıqlarla təmin elədilər. Obyekti götürdük və işə başladıq. Öz doğma torpağımda iş qurmağım mənim üçün böyük bir fəxrdir.